Değerli dostlar, xoş gördük sizləri. Bu gün çox təcili formada Heydər Əliyev prospektinə. Baxın, prospekt yola 150-200 metr məsafədə Kupçalı, ümumi sahəsi 65 kvadrat olan evin bu günə nağd qiyməti 49.000 manat. Hal-hazırda həmin evin çəkilişinə gedirik. Dəyərli dostlar, nəzərinizdə çatdırmaq istərdim ki, siz də mülklərinizin, evlərinizin, kommersiya əmlaklarınızın alışında, satışında bizimlə əlaqə saxlayın. Bu sahədə yetərincə peşəkar və təcrübəli əməkdaşlarımız var və yalnız real qiymətlərlə satılan evlərdən xəbərdar olmaq istəyirsinizsə, kanalı izləyin. Biz yalnız real qiymətlərlə, bazar qiymətinə uyğun olmayan, şişirdilmiş qiymətlərlə təklif olunan mülkləri bəzəyib, düzüb, qətiyyən satışı ilə məşğul olmuruq. Xırdalan ərazisində real qiymətlərlə ev almaq istəyirsinizsə, əlaqə saxlayın, işlərinizi qısa müddət ərzində həll edək. Bu sahədə sizlərə canla başla xidmət göstərməyə hazırıq. Gedək, evdən çəkilişə davam edək. Gəldik, çatdıq evə. Heydər Əliyev prospektinə 200 metr məsafədə, 150-200 metr məsafədə Kupçalı, ümumi sahəsi 65 kvadrat olan bir ev. 49.000 manat. 49.000 manata Kupçalı ev satılır. Tam təmirli evdir, kombisi var, radiatorlar var, tam şərait yaradılıb, əlavə heç bir maddi vəsait sərf etməyə ehtiyac yoxdur. Əsas giriş qapısı. Əsas qapıdan evə daxil olduq. Ümumi sahə, dəhliz sahəsi ilə tanış olaq. Ekranı sağa sola fırlayaq. Sağda evin mətbəx sahəsidir, qoşadaşdır, şəxsi tikilidir, uzun illərin tikilisidir. Burada evin qonaq otağıdır. Burada evin yataq otağıdır. Qiymət 49.000 manat. Xırdalan şəhərində yerləşir. Heydər Əliyev prospektinə hardasa olar 150-200 metr məsafədə. Sanitar qovşaqdır, qaz, su, işıq, bütün kommunallar ərazidə fasiləsizdir. Mərkəz kanalizasiya sisteminə qoşulub. Parka yaxın bir məsafədə yerləşir. Baxın, normal ölçüdə həyətyan sahəsi də var. Əl qapısıdır. Əl qapısı ilə tanış olaq. Həyətinə daxil olmaq üçün burada kombi sistemi nəzərdə tutulub. Qiymət 49.000 manat. Real alan dostlarımız gəlsin. Qiymət məsələsi yəqin ki, ev sahibi ilə danışıq əsnasında müzakirə edilə bilər. Sağ olun, salamat qalın.